Doktor, bu mapping dediyiniz prosedur nədir? Mapping dediyimiz prosedura Photofinder cihazında yeganə cihazdır ki, bu cihazda bu üsul var. Bu xalların müayinə üsuludur. Bu necə aparılır? İnsan durur aparatın qabağında, adi fotoaparat kimi çəkilir, ötürülür aparatın süni intellekt sisteminə və insanın başdan ayağa kimi bütün xalları, onun xəritəsi çəkilir. Xalların xəritəsi çəkildikdən sonra o xallar bir-bir müayinə olunur və aparatın süni intellekt yaddaşında qalır. Bu aparatla yoxlandıqdan sonra əgər yeni xal əmələ gəlibsə, hansı xaldasa bir dəyişiklik varsa və yaxud da xal itibsə, o aparat onu göstərəcək, həmin vaxtda göstərəcək və həkimin fikrini cəmləndirəcək adətən bu xalın üzərində. İnsanın gücü buna yetməz. Ona görə də süni intellekt bizə bu işdə çox köməklik edir. Anamnezində melanoması olan şəxslər, nəslində melanoması olan şəxslər, uşaqlarında çoxlu xallar olanlar, bunlar üçün çox gözəl bir müayinə üsuludur. İldə bir dəfə mütləq olunmalıdır və bu aparat bizim klinikada, Kani klinikada var. Bunun üçün müayinəyə yazılmalısınız və buyurub gələ bilərsiniz.